Fəsil 5. Həyatın yalnız iki rəngi var. Sevgi və ölüm. Biz danışacaqdıq. Günay Birzə bunu deyib başını aşağı dikdi. Hərəkətlərindən günahkarlıq yağırdı. Bir az əvvəl həzzin içində yaratdığı işıqlıq indi bütün bədəninə yayılmışdı. Süstləşmişdi. Səni dinləyirəm. Buyur. Zahid onun boynundan astaca özünə sarı çəkib döşünün giləsini barmaqları arasında möhkəmcə sıxdı. Aa! Yaranan ağrıdan qışqırdı. İncidir axı. Vəhşisən? Günay bir aylıq tanışlıqları müddətində bəlkə də ilk dəfə onu acıladı. Zahidin indi birdən-birə kobudlaşmasının səbəbini bilməsə də təşvişə düşməyə başlamışdı. Biraz əvvəl heç nə demirdin amma. Onda ağrımırdı. Nə oldu? İndi hiss elədiyin qancıq istehza edib sırtıq-sırtıq gülməyə başladı. Söz Günayı tutdu. Necə baş verdi bilmədi. Şilləsinin onun yanağında açılması ilə qışqırması bir oldu. Səni belə əzlaf bilmirdim. Onu sinəsindən geriyə itələdi. Hər şey elə sürətlə baş verdi ki, bir az əvvəl sarmaşıb şövqlə sevişən bu gənclərin arasında birdən-birə nifrət pərdəsi yarandı. Günayın da sözü Zahidi tutmuşdu. Gözləri indi daha qorxunc görünürdü. Bu baxışlarda sevgidən əsər əlamət yox idi. Dəhşətlisi bu idi ki, Günay onun gözlərində mərhəmət görə bilmədi. Tələsik ayağa qalxdı. Pəncərənin solundakı küncə qısılıb paltarlarını geyinməyə çalışdı. Özünü itirmək üzrə olduğu vaxtda bayaq tərsinə çıxardıb atdıqları şalvar, kofta və nazik jaketi götürdükcə həyəcandan laf nəfəsi kəsilirdi. Əlləri titrədi. Üşüdürdü. Zahid diqqətini ondan çəkmədən ayağa qalxdı. Yarımçıq sement kisəsinin içərisində əvvəlcədən gizlətdiyi əşyanı götürdü. Qəribə, həm də böyük bir bıçaq idi. Beləsini Günay deyəsən ilk dəfə idi görürdü. Nə baş verdiyini anlamağa çalışdı. Amma nəinki düşünməyə, heç qışqırmağa da macal tapmadı. Geriyə qaçıb özünü pəncərədən atmaq istədi. Başı zərblə beton panelinə çırpıldı. Səndələyib yıxıldı. Ayağa qalxmaq istəyəndə Zahid əlindəki bıçağı yarıya qədər onun sol köksünə sapladı. Bircə dəfə tükürpədən, cikkə və təxminən bir neçə saniyə davam edən iniltidən sonra o hərəkətsiz qaldı. Artıq ölmüşdü. İndi sanki qanı da dayanmışdı, axmırdı. Bərəlmiş gözlərində və üzündə son dəfə bircə söz oxunurdu. Niyə? Sevgilisi bildiyi adam isə tələsmirdi. Çömbəldiyi yerdən qalxıb az əvvəl oturduqları yerə gəldi. Siqaret yandırdı. Ayda ildə bir dəfə çəkirdi. Aludəçisi deyildi. Səbəbini bilməsə də gözlərini Günayın beton döşəmədə yatan cansız bədənindən ayıra bilmirdi. İçində naməlum rahatlıq hökm sürürdü. Bunu hiss edirdi. Bayaqki kimi azalmaq əvəzinə bir az da artmışdı. İndi əsəblərini pozan heç bir səbəb qalmamışdı. İkinci siqareti yandırıb qalanlarını qutu qarışıq əzərək kənara tulladı. Günayın sinəsindən axan qan yavaş-yavaş yerdəki kardonun üstünə yol edir. Daha çox iz salırdı. Gözlərini yerdəki meyitdən çəkməyən Zahid bütün fikirləri ilə ona 4 ildir istirab verən həmin gecəyə qayıtmışdı. Günayın şaqqanaq çəkib onu aşağılayaraq gülməsi, "Bəsidir, Qafar, yazıqdır" sözləri bayaqdan bəlkə də 100-cü dəfə idi ki, qulaqlarında uğuldayırdı. Gözlərinin içi qanla dolmuşdu. Əsəbdən əlləri titrəməyə başladı. Özündə deyildi. Barmaqlarının arasındakı siqaret çılpaq ayağının üstünə düşüb yandıranda yerindən dik atıldı.